Salam müəllimlər. 9-cu sinif dərsindən 7-ci mövzu qara metalların səthinin bəzədilmə texnologiyası mövzunun izahına baxırıq. Bəzəmə nə deməkdir? Bəzəmə məmulatın hazırlanmasında sonuncu əməliyyatdır. Bəzəmə hansı üstünlükləri verir məmulata? Düz hamar səth əldə etməyə imkan verir, metalın köhnəlməyə, koroziyaya qarşı müqavimətini artırır, həmçində məmulata gözəl xarici görkəm verir. Nazik təbəqə metaldan və məftədə olan məmulatdan müxtəlif üsullarla bəzədilir. Bəzədilmədən əvvəl biz detalın kənarının təmizlənməsi, cilalanması əməliyyatlarını yerinə yetirməliyik. Daha sonra laklama, rəngləmə, oksidləşmə, riflənmə, aşınma üsullarından istifadə edərək bəzəmə işlərini yerinə yetiririk. Kənarların təmizlənməsi, tilişkələrin kənarlaşdırılması, it ucların kütləşdirilməsi üçün biz xırda kərtikli yeyə ilə bu işləri yerinə yetiririk. Xırda kərtikli yeyədən istifadə edirik. Çox böyük olmayan əyriliklər cilalayıcı sumbata kağızı vasitəsilə aradan qaldırılır. Təbəqə metaldan olan pəstahların kənarlarının rahat təmizlənməsi üçün onları məngənədə iki taxta parça arasında bərkitmək lazımdır. Nazik və qısa detalları sumbata kağızı vərəqinə sürtərək emal edirik. Bunun üçün nazik və qısa detalları biz oduncaq qəlibə sıxıb bir qədər güc sərf etməklə sumbata kağızının səthinə irəli-geri hərəkət etdirməklə işi yerinə yetiririk. Rəngləmə və ya laklamadan əvvəl detalların səthini xüsusi məhlulla yağsızlaşdırır və yaxud da ki, soda məhlulunda isladılmış pambıq tamponla silirik ki, lak və ya boya, rəng daha yaxşı metal üzərinə hopsun. Rəng və ya lak quru metal səthə xırda boya balonlardan tozlandırma üsulu ilə də həyata keçirilə bilir, yerinə yetirilə bilir, həmçində fırça ilə səthə bərabər olaraq da çəkilir. Boya və ya lak ikinci qatı birinci qat tam quruduqdan sonra ikinci qatın çəkilməsi məsləhət görülür. Yəni birinci qat tam qurumalıdır ki, biz daha sonra ikinci qatı çəkək. Bu cür işi yerinə yetirsək, bu zaman biz hamar boya təbəqəsi əldə edərik, rənglənmiş səthdə gözəl görünüşə malik olar. Fırçaları isə biz su olan bankada və yaxud da xüsusi asmalarda saxlayırıq. Metal məmulatlarının səthinin oksidləşmə pərdə təbəqəsi ilə örtülməsi geniş istifadə olunur. Bu üsul oksidləşmə adlanır. Bu məqsədlə mufer sobalarından istifadə edilir. Mufer sobalarında qızdırılır və xüsusi məhlulda soyudulur. Bu məmulatların səthi qara və ya tünd göy rəngdə olur. Buna görə də bu məmulatlar zağlama adlanır. Bəzəmənin bu üsuluna biz ona görə zağlama deyirik ki, səth qara və ya tünd göy rəngdə olur. Tez qaraltma otaq temperaturunda metal məmulatlara gözəl bir bərabər şəkildə olan qara dekorativ qoruyucu örtüyünün çəkilməsi prosesidir ki, bu da əşyaların görünüşünün bərabər surətdə qaraldılmasına gətirib çıxarır. Biz dedik ki, bu üsul hansı üsul oldu? Zağlama, yəni qaraltma. Məmulatların səthinin qaraldılması. İndi isə metal səthinin bəzədilmə üsullarından biri olan rifləmə bəzəmə üsuluna baxırıq. Rifləmə dəqiq yerinə yetirilmiş, naxışaşma və kimyəvi üsulla naxışaşmanı xatırladan metalın çox sadə dekorativ bəzədilmə üsuludur. Rifləmədə əsasən kiçik ölçülü məmulatların bəzədilməsində mebel furniturların elementlərində istifadə edilir. Həmçinin də eləcə də böyük ölçülü metal təbəqələrin emalında istifadə edilir. Rifləmə əsasən kiçik ölçülü məmulatların bəzədilməsində mebel furniturlarının elementlərində istifadə edilir. Eləcə də böyük ölçülü metal təbəqələrin emalında da istifadə olunur. Rifləmə zamanı biz müxtəlif bucaq altında itilənmiş və müxtəlif əyrilikdə ucluğu olan qələm şəkilli pərçim alətlərindən, yəni çekanlardan istifadə edirik. Bu alətlərin qələmlərdən fərqi ondan ibarətdir ki, onların metalı cızmayan, sadəcə onu çöktürən kütləşdirilmiş işçi kənarı vardır. Qələmin biz bilirik ki, kəsən işçi hissələri tiyəsi iti olur ki, çapma zamanı biz metalı kəsə bilək, çapa bilək. Amma qələmdən fərqli olaraq çekanlarda bu iti kənarları kütləşdirilmiş formada olur. Yarımdairəvi işçi kənarı olan çekanla xəttin orta hissəsi çöktürülür. Xəttin orta hissəsi hansı çekanla çöktürülür deyə sual olarsa, yarımdairəvi işçi kənarı olan çekanla.
Onun kənarları isə rəvanlıqla yox dərəcəsinə enir. Çökmənin növbəti birləşməsində ahəngdar keçid əmələ gəlir. Bir daha təkrar edirik. Əgər sual olunarsa, xəttin orta hissəsi çökdürülməsi üçün hansı çəkanlardan istifadə edilir? Yarımdairəvi, işçi kənarı olan çəkanlardan. Bəs təsvirin konturları metalın üzərinə nəyin köməyi ilə köçürülür deyə soruşularsa, bu zaman qələmin köməyi ilə ülgü əsasında cızılaraq təsvirin konturları metal üzərinə köçürülür deyə bilərik. Sərbəst kompozisiya nəyin vasitəsilə köçürülür? Sərbəst kompozisiya karandaşla köçürülür, metal qələmlə isə çökdürülür. Karandaşla sərbəst kompozisiya metalın üzərinə köçürülür, metal qələmlə həmin hissə çökdürülür. Səthdə təsvir hamar və riflənmiş yerin fərqinə görə əldə edilir. Rifləmənin də iki növü var, zərif və kobud. Bu növlərin hər birini ayrılıqda müxtəlif çəkanlarla tətbiq edərək biz zərif və kobud riflənmə üsulu əldə edə bilirik. Alətlərin asan sürüşməsi üçün biz hər zərbədən sonra yağda isladılmış əski ilə həmin hissələri silirik. Alətlərin asan sürüşməsi üçün yağda isladılmış əski ilə hər zərbədən sonra silmək lazımdır. İndi isə aşınma üsuluna baxırıq. Qara metal səthinin bəzədilmə üsullarından biri olan aşınma, xüsusi seçilmiş kimyəvi reaktivlərin təsiri ilə metaldan müəyyən səth örtüyünün çıxarılması üçün aparılan texnoloji əməliyyatdır. Aşınmanın üç üsulu vardır. Kimyəvi aşınma. Buna maye aşınma da deyirik. Maye aşınma, yəni burada biz təsvirləri, istənilən təsvirdə, ornamentdə yazıların kimyəvi vasitələrin köməyi ilə metalın səthinə köçürülməsi prosesi metalın kimyəvi aşınmasıdır. Kimyəvi məhsullardan istifadə etdiyimizə görə həmçinin buna biz maye aşınma da deyə bilirik. Elektrokimyəvi aşınma buna qalvanik aşınma da deyilir. İon plazmalı aşınma buna quru aşınma da deyilir. Elektrokimyəvi aşınma kimyəvi aşınmaya nisbətən üstünlüyü böyükdür. Bu üstünlüklər hansıdır? Bu üstünlüklərdən biri də elektrokimyəvi üsulla aşınmada qalvanik elementlərdən istifadə olunmasıdır. Qalvanik element aşınma tez müddətə başa gəlir, yəni vaxt etibarilə tez əldə edilir. Metalın səthində təsvirin konturları da daha tünd və aydın şəkildə alınır. Bundan başqa, aşılayıcı maddələrin tərkibində zərərli maddələr olmadığından iş prosesində insanın sağlamlığına ziyan vuracaq qazlar da əmələ gəlmir. Üstünlükləri bunlar oldu. Qalvanik element aşınma tez müddətdə baş verir. Metalın səthində konturlar daha aydın və daha tünd şəkildə görünür. Zərərli maddələr ifraz etmədiyindən, buraxmadığından insan sağlamlığına ziyan vuracaq. Qazlarda əməl gəlmədiyi üçün insan sağlamlığına heç bir təsiri yoxdur. Elektrokimyəvi aşınma maye elektrolitdə kimyəvi proseslərin baş verməsi hesabına əldə olunur. Bunun üçün biz metal məmulatı qaynar suda yuyub və quruduruq. Bundan sonra fırça ilə emal olunmayan, yəni biz təsviri salırıq, hansı ki hissələr emal olunmursa, həmin hissələrə biz lak örtüyü çəkirik. Dırnaq lakı çəkirik ki, həmin hissələr aşınmasın. Bu hissələr lak örtüyü çəkirik. Aşınma zamanı çökmüş və ya qabarıq təsvir almaq mümkündür. Bu lak təbəqəsinin metalın səthinə çəkilməsindən asılıdır. Lak təbəqəsi olmayan təmiz metal hissə kimyəvi aşınmaya məruz qalır. 0,5 litr suda, yarım litr suda 2 xörək qaşığı mətbəx duzunu biz həll edirik. Burada məmulatın aşınma sxemi 7-ci şəkildə göstərilib. Prosesi aktivləşdirmək üçün elektrolitə polad elektrod salınır. Baxın, burada polad elektrod salınır. Polad elektrodu cəryan mənbəyinin, sabit cəryan mənbəyinin mənfi qütbünə biz birləşdiririk. Cəryan mənbəyinin müsbət qütbünə isə biz aşınacaq olan məmulatı birləşdiririk, qoşuruq.
Keyfiyyətli düzləndirici olmadıqda mobil telefon üçün olan düzləndiricidən, yəni adapterdən istifadə etmək mümkündür. Bu zaman onun uyğuna, yəni onun uyğun gələn yuva olmalıdır ki, biz həmin kontaktdan istifadə edə bilək. Qabda elektrolitin səviyyəsini elə nizamlamaq lazımdır ki, aşınma zamanı o ətrafa sıçramasın. Yəni bunu elə nizamlamaq lazımdır ki, içindəki o xörək duzu ilə hazırladığımız məhlulu elə səviyyədə hazırlamaq lazımdır ki, kənarlara sıçramasın, aşınma zamanı ətrafa yayılmasın. Metalın səthindəki dərinliyi vizual müşahidə etməklə nizamlamaq olar. Yəni biz şəffaf qabın içində yerinə yetirsək, biz onu vizual görərək də onun aşınmasını müəyyənləşdirə bilirik. Bunun üçün biz məmulatı vaxtaşırı məhluldan çıxarıb ona nəzarət edə bilərik. Arzu olunan nəticə alındıqdan sonra məmulat cəryan mənbəyindən ayrılır və səthdəki lak təbəqəsi səliqə ilə kənarlaşdırılır. Bu məqsədlə lak çıxardıcı vasitələrdən və sıx parçadan istifadə etmək olar. Sonda səthinə şəkil köçürülmüş məmulat sabun və ilıq su ilə yuyulur. Sonda məmulatın səthini sabun və ilıq su ilə yuyuruq. Aşınma zamanı ümumiyyətlə bəzəmə üsullarından istifadə edən zaman hansı təhlükəsizlik və sanitariya qaydalarına əməl etməliyiksə onlara nəzər salaq. Ancaq saz alətlərlə işləmək lazımdır. Məmulatın səthini cilalayarkən barmaqlarınızı yaralamamaq üçün tilişkə, iti kənarlardan qorumaq lazımdır. Məmulatları lakladıqda və ya boyadıqda yanğın əleyhinə təhlükəsizlik qaydalarına riayət edilməlidir. Laklama və rəngləmə əməliyyatları havası dəyişdirilən yerdə yerinə yetirilir. Əllərin və geyimin təmizliyinə nəzarət etmək lazımdır. Əlləri həll edicilərlə təmizləmək lazımdır. Bu məqsədlə biz ağ neft, skipidar və ya xüsusi vasitələrdən istifadə edib təmizləyə bilərik. Mövzumuzun izahı bu qədər. İnanıram ki, ümid edirəm ki, mövzumuzun izahı sizin üçün faydalı olacaq. Siz də dəstək olaraq videoları bəyənib kanala abunə ola bilərsiniz.